Herkese salam əziz izləyicilər. Bugün biz deyənlə diksiyam getdi. Bəli, tezdən. Herkese salam əziz izləyicilər. Bugün biz Herkese salam əziz izləyicilər. Biz bugün Japon və Koreya, yəni heç bir bilgim yoxdur, yəni Allah'a şükür çox yoxdur. Bu balaca bir abuzurlarımız var, azca olsa da. Bunları test edəcəyik, bütün sınavlarda keçirəcəyik, amma əslində azca dadına baxacaq, görək necədir yəni. Bəli, keçək nəyə? Keçək yəni başlamamışıq nəsə keçək. Bunun dadına baxaq. Belə bir şeydir. Ora zoom atacağım mən. Saqqıza oxşuyur, hə? Belə bir şey yox. Yox, göstərmək istəmirəm. Hə? Saqqız mı yemək olmur? Saqqızdır, üzümlü kimidir. Bunları çıxarıb keçirik başqasına. İndi ikinci olarak buna baxaq. Bunun üstündə çox bir marka falan görə bilmirəm mən açıqcası. Zəncəfil kimi bir şey oxşur, qabıq falan da var. Bizimki kötüyük də. Kəsin qoyur. Üstü bərkdir yəni, bu belə bir şey. Üstünə şəkəri əridib üstünə qoyurlar. Şəkər tozunu əridib üstünə. Azərbaycan dilinə tərcümə edəndə çox sağ ol. Çox qəribə bir şeydir yəni. İyi yoxdur. Halva yoxdur da sumsu qalmasına. İçindəki ağ yeri yumuşaqdır, nəsə qəribə bir şey. Heç yəni amma Mən sumsu qalmasını da almam. Yəqin ki sağlamlıq var. Çayla bəlkə gedər. Çox bir dadı yoxdur, azca bir şirinliyi var. Qəribə. Burada sonra belə bir şey var. Baxın əziz izləyicilər. Görürsən də yəni rəng sağ. Görmürəm də tezlər. Mango ilə. Belə bir şey. Belə də düz çıxsa da. Evet. Balaların hamısını almışam ve balaların hamısını şey yapmışam, yesinler. İyi bir daha bax gördüm. Orada qəşəng mango yiyəcəm, maraqlı bir şey olsun. Keçər də. Deyə içində göstərim. Mən Jelli falan. Hadi. Bir neçə dəqiqə sonra. Qəşəngdir. Qəşəngdir, mangolu bisküvit kimi bir şey, pəsküvit. Qəşəngdir. Keçir başqasına. Qəşəngdir, bir fikir bildirin. Çox şirindir. Ola bilər, biraz şirindir, hə. Bu deyəsən ət qurusudur ya da suxari kimi bir şeydir, amma yumuşaq olduğu üçün ət qurusu kimi bir şeydir. Oha! İyi qəşəngdir, bax içi də belə. Buralarım ağrıdı yala. Oyda. Amma tam ət deyil məncə, tam ət. Balıq ətinə oxşayır. Vıcıq vıcıqdır dostlar. Dostlar, ay dostlar. Oha. Ya bunu kim al bilir? Əslində mən yerəm. Hara yersələr zəhər kimidir. Bir dənə istiyorsa qəşəngdir. Mən bilmirəm bu nədir. Bəlkə Oha. acıdır. Çox az yiyir. Alın bunu buradan. Belə də qəribədir, sevənlər olar. Bu 100% yeməyə üçün falan atırlar. Keçək başqasına. Belə maraqlı bir şey var. Heç bir fikrim yoxdur bunun haqqında. Olur deyil. Yumuşaqdır, belə pufuduk bir şeydir. Çökəsi var, çök. Oha. Belə yumuşaq bir şeydir. Görsənir qara şey. Onu ağlamadı da açırsan. Oha. Elə bir simitin üstünə şey qoyublar. Bıraxsan Allah. Dadına baxırıq. İçində qara bir şey var. Qara Vay. bir şey bilmirəm nədir. İyi çox pis. Bir iğnə də alır. İyi yoxdur çox. Oha, adam özü qəribə istəyir. Oyda çeynəmək olmur. Oyda. Evet, zorla yani udacağım onu. Buna. Bu jelibondur. Oha, tunu da koyublar içine. Allah tun değil. Mangodur və içində tun kimi bir şey var. Böyle bu sənin çox esmas. Çox. Şunun dadını bilənlər bir yoruma. İçində tun var da yani bildiğiniz.
Yedin sən? Dadı yoxdur. Haçanını yeyir. Sən bu əlləməyi görəndən sonra yeməzdin də yəni. Dadı azdır. Yoxdur ki. Yoxdur. Nəysə, keçirik başqasına. İndi bu. Bu da jelibon kimi bir şeydir. Bu Japonlar jelibonu xoşlayır. Nəsə belə bir şeydir. Biraz yaxın bir şeydir. Bunun içində neçə dənə vardı hər şey. İçindən belə neçə dənə çıxır. Ev reklamlamışam adamlar. 12 dənə olur içində var. Yazılıb. Deyə görmüsən, var bax. Ala biri sənin, hə. Bəlkə başqa şey yazıb. Bir dənə 12 yazıb, elə bir 12 dənə. Tək başqa şey yazıb. Yumşaqdır. Bu da jeldir. Çok pis geldi. Bilən bu ya. Evet, Bunlar niyə belə şey çıxardır? Jel, adam jel yiyir, daxsız dustaz. Elə bir silikon yiyirsən. Bu meyvədən dadı biraz. o meyvelerini yemişsən. Bilmirəm, yeməmişəm yəni. Bəlkə fake atırlar bizə. Elə bir su maymuncuq yeyirsən. Balalarım sarmışam. Ye. Belə bir şeydir. Balalarım sarmışam. Bunu buradan götürək şey, kazanıcı var. İçi var, içi də belədir. Çox özlü içi oldu, belədir. Sen arabı verir. Hı. O hiç tadı qəribə gəlmir də yəni. Bilirsən ki, yemişsən. Oydu, hə. Ama qəşəngdir. Hansısa konfetin dadına oxşuyur. Belə bir çöp var. Bunu bilirsiniz də yəqin. Görmüşsün. Südlə içəndə belə bunun dadı gəlir, şokoladlı falan olur, çiçəkləri falan. Bunda məşəli İyi gəlmir. Amma elə belə yoxdur açıqda. Biz südümüzü tökək. Yaxşıdır. Hə, yaxşıdır. Qəşəng, biraz şokolad dadı gəlir açıq, belə bir şeydir. Keçək başqasına. İndi buna keçirik. Belə eləməyə mənə pro göstərdir. Meyvəli falandır yəni. İçinə maraqlı iyi gəlir, belə meyvə qurulana iyi gəlir. İçində göstərmişsə. Elə rəngli içi var. Açaq tökərək. Buna var, qəşəng şey yoxdur, meyvə. Oha! İçində meyvənin şeyləri var. Qəşəng görsənir amma, yəni görünüş olaraq çox qəşəngdir. Hamısına eyni belə tam gəlir. Şaxtalı da vermir. Nə bilim, qəribədir, mən çox, nə bilim. Enteresan. Qəşəng şaxtalı da verir. Normaldır, yaxşıdır, mən bilmədim. Başa düşmədim, nəysə. Keçək başqasına. Burada 2 dənə də südlü bir şey var, yəni buna süd qatılır da. Bunu da indi yoxlayacağıq, belə bir şeylərdir. Meyvəni falan. İçi belədir, o üçün göstərməyəcəm bayaqdır. Biraz qoyaq görək. Dondurma iyi gəlir. İndi dadına baxacağıq. Bakalım. İyi qəşəngdir amma, maraqlı iyi var. İsti süddən qəşəng olur. Hə? Qəşəngdir. Hə. Bunlar belə idi, belə enteresan dadları var, qəşəngləri də var. İndi ən axırıncı qaldı bunudur. Bu pendirlidir, bunu çox adam görüb, çox adam. Belə bir şeydir yəni. Bunu indi yoxlayacaq. Görsənir reji. İçində soslar var, uşaq var. Altında içində. Allah, bu sosun hamısını tökərik. Deyəsən azıcıq deyəm. Deyirlər də çox azdır. Yəni deyirəm ki, hamısını tökərik. Belə bir şeylər. Hə, indi bunu bişirəndən sonra soslarını qataq. İçinə indi suyumuzu əlavə edəcəyik, qaynar suyumuzu pişsin. Bu şey oldu, qaynadı. Soslarını qarışdıraq içində. Bu deyəsən acı sosdur. Bunun hamısını qatmamaq üçün bunun dadına baxacağam. Bunun ucunda mən şey eləyəcəm. Test amaçlı. Baxdı da. Belə qırmızı bir şey.
Çox azdır. Dilimi qoyan şey oluyor. Ama bəs sonda o. Acıdır. Çox azdır. Ama bir daha uzun şeylerdir. Azca elə-belə qatacağım ekstrat kimi. Ya bu kadar azı niyə yeyəsən də? Gör bunun içində nə qədər var. Bu? Attım üstünə göşünü. Göşünü sosundan götürək. Mən dadına baxıram. Dadı niyə yoxdur? Azı var və dadı yoxdur. Niyə? Tadı qadına. Pendirin dadı niyə gəlmir? Pendirin dadı gəlmir. Nəysə. Gözlərim. Belə bir video oldu. Belə qəribə şeylər edir. Həqiqətən fərqli olduğu bilinir də yəni bu millətin. Ona görə də sağ olun, izlədiyiniz üçün təşəkkürlər. Gözlərə bax. Hələlik. Bay bay, belə qəribə bir şeydir, belə dadını anlamadım. Nəysə.